Selam kanalıma videoma hamınız hoş gelmişsiniz. Bugün sizlerle birlikte ne çekilen başlıkları gördünüz ki televizyonu vida uvak sıkılanlayalım. Ben inşallah sevişmediz. Köhne telefonuma vida uvakıdır. Deməli uşaqlar, mən sonunda yəni neçə gündür, neçə aydır deyim də, istədiyim telefonu sonunda aldım. Ve sipariş vermişim hələlik. Sabah bura gələcək. Ben de istedim ki telefonuma video vlog çekim. Çok heyecanlıyım təbii zəhmət olmasa kanalımız mübarək yazarsınız. Bu arada yani yazmayı da severim. Neyse inşallah en iyisi telefonmakta haberler verin. Bu arada yalnız telefon almıram. Həmçinin yanında, bu arada necə deyim, hədiyyə deyil. Sadəcə olaraq özüm onu da sifariş vermişəm. Bir dənə tripod da almışam və bir dənə nömrə almışam. Yəni belə səfəşmə çox heyecanlıyam. Yəni 3 hədiyyə birdən. Çox qəşəng şeyim. Hə, telefonuna gəldikdə Tekno Spark 20C. Çok qəşəng telefondur. Yəni arxasından baxanda birazcık iPhone-a oxşayır. İstəsəz şəklini bura qoy ki. Bu arada gələndə də gücdə göstərəcəm. Çox heyecanlıyam. Nəysə. Hə, yəni belə deyil. Başqa nə deyə bilərəm? Hə, telefonun bir özelliği var ki, suya dayanıqlıdır uşaqlar. Yanında olaraq da, telefon yanında hədiyyə olaraq adapterin başlığı, adapterin özü, yəni şunu deyim də ondan USB, bir də şəffaf cover verilir. Həmizdə şəffaf cover'ımı taxıb işləyəcəm. Bu arada yəni yalnız şəffaf cover'ı işlətməyəcəm. Nə bilim yəni temada bir şeylər vardılar, cover'ımı verəcəm. Yəni belə uşaqlar. Həqiqətən çox həyecanlıyam və istədim ki bu həyecanı sizinlə paylaşım. Bu arada artık telefonum ve telefonum da geleceğine göre vloglarını tez atacağım. Tabii ki de görürsünüz yani kalitesizliğini görürsünüz. Telefonum sapsarı çekip bildiğimiz elə bir sarı market. Sarı market nədir? Saçım neyse. Ha, elə bir sarı utlama sevmişim. Ama çok kalitesiz pis şekilde yani. Ona görə də, kalitəsizliyə görə də video çəkməkdən heç həvəsim yoxdur. Lakin bu həyecanı sizinlə bölüşmək üçün çəkdim. İndi uşaqlar, mən bir dənə keçiş edəcəm. Hə, yox, bir şey də deyim, yəni, hə, yox. Nəysə, həyecandan dizmanzıma dolaşdım. Hə, deyəcəyim də odur ki, o telefonun kamerası dəhşət qəşəng çəkir. Səhv eləmirəmsə 10 ya da 20x qədər zoomlaması var, yaxınlaşdırması. Bu arada sizin üçün unboxing, yəni kutu açılımını videosunda çəkəcəm. Bundan başqa telefon qurulumunu çəkəcəm, telefonun kutu açılımını çəkəcəm. Yəni çox qəşəng olacaq. Hə, indi bayaq dediyim məsələyə qayıdaq. İndi inşallah bir keçiş edəcəm belə. Əlimi tutacağım belə kameraya. Hə, əlimi tutacağım belə kameraya. Elə ki belə bütün kameranı qaplayacaq şəkildə. Sonra da yeni telefonumla da kameranı belə açacağım və deyəcəm, baxın inşallah yeni telefon aldım. Yəni belə şey olacaq. Məsələn siz də bilirsiniz yəni ki, onda uşaqlar yeni telefonumuza keçid eləyək. Yeni pelkinden her bir samiren. Yemek uşaqlar, telefonum artıq gəldi. Buna əlavə təbii ki də bu tasmimi göz çəkmişəm, yəni təbii ki batımda görmüş oradan. Yəni hər ikisi gəldi. Bu arada mən WhatsApp kanalı açacağım və necə deyim, linkini qoyacağım kanala, YouTube kanalıma. Girip oradan da mən izləyirsiniz. Oradan yəni sizin izləyim iletişimdə var da. Yəni belə uşaqlar. Bu arada şundan telefondan çəkirəm olsun belə. Şey uzaqdan çəkə bilirəm. Nəysə. Biz uşaqlar yəni videomuz belə bir qədər idi. Lakin uşaqlar yaxınlarda bir dənə də vlog çəkəcəm. Onu hələ konusunu bilmirəm. Yəni ya yarın olacaq ya da bir gün vlog. Ama ne vaxt gələcəyini mən də dəqiq bilmirəm hələ. Nəysə uşaqlar, əgər
Bu telefon bu arada sallaymış olsa ki beğendiğini biraz da kaldım falan. Yorumlara yazarsın cevaplayasın olsun. Neyse. Videomu beğendinizse kanalıma abone olup like atıp yorum yazmayı unutmayın. Sağ olun.